canlı yayınlar keçirək və bugünkü məqsədim daha çox ilk olaraq sizləri dinləməkdir ki, sizə nələr maraqlıdır, nələr yaşayırsınız, hansı məqsədləriniz var və məndən nələr öyrənmək istəyirsiniz. Daha sonra yönümüzü buna əsasən davam etdirəcəyik. Ona görə də gəlin yavaş-yavaş başlayaq. İlk öncə isə təbii ki, özümü təqdim etmək istəyirəm sizlərə. Və öncəliklə qeyd edim, ümid edirəm ki, görüntü yaxşıdır, səs yaxşıdır, məni eşidirsiniz. Və düşünürəm ki, zaten problem olsa orada qeyd edəcəksiniz. Çünki bayaq da demişdim. Gəlin tanış olaq. Mən Diana, şəxsi inkişaf koçuyam. Hansı ki, artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Daha doğrusu 2 ilə yaxındır ki, şəxsi inkişafla məşğulam. Hər hansı bir şəkildə başlamışdım. Yəni kitablar oxumaqla, araşdırmalar eləməklə başlamışdım. Daha sonra elə oldu ki, bir coachla tanış oldum. Onun podkastlarını dinləməklə mən çox şeylərin fərqinə vardım, həyatla bağlı, yaşadığımız məsələlərlə bağlı və anladım ki, hər şey şüuraltı ilə necə əlaqəlidir və təbii ki, bu mənim marağımı çəkmişdi. Özüm də başladım bu yöndən özlərimdə işləməyə, təlimlərə qatılmağa, terapiyalardan keçməyə və buna indiyə qədər davam edirəm. Bu sevinərək deyirəm ki, təlimlərə 5000 manata yaxın yatırım eləmişəm, bu qədər ödəniş eləmişəm. Bunlar mənə görə hər biri bir yatırımdır. Həm indiyə qədər, həm də gələcək üçün yatırımdır. Çünki həm özüm həyatımda dəyişimlər yaşayıram, həm müştərilərimə daha çox nəticə verə bilirəm. Sizlərlə bölüşəcək bir çox təcrübələrim var. Bunlar mənə görə çox dəyərlidir. Ona görə də təbii ki, bu proses davam edir. Yatırımlar etməyə davam edirəm. Və artıq bu ildən qərara gəlmişəm ki, maksimum sizlərə də faydalı olmaq üçün bütün biliklərimi sizinlə bölüşüm. Ödənişli şəkildə də, ödənişli şəkildə də, yəni təbii ki, hərəsinin öz yeri var. Yəni bu şəkildə başlayırıq biz. Və bu arada yaşımı da qeyd edeyim ki, mən hələ 18 yaşımdan başlamışdım şəxsi inkişafa. Hal-hazırda 20 yaşımdayam və artıq rəsmi işimi də qurmuşam. Bununla da çox yəni sevincli bir şəkildə bunu sizinlə bölüşmək istəyirəm ki, genç bir yaşda, baxmayaraq bir ailədə böyümüşdüm, çətinliklər görmüşdüm hər birimiz kimi. Hərənin təbii ki, fərqli çətinlikləri, fərqli təcrübələri olur həyatla bağlı. Təbii ki, istəsəz siz də burada bölüşə bilərsiniz öz hekayənizi ya da qısaca necə bir ortamda böyümüsünüz, indi necə bir həyatınız var, bəs nələr arzuluyursunuz, hansı məqsədləriniz var, bunları öyrənmək mənim üçün də xoş olar. Yəni burada narahat olacaq bir şey yoxdur zaten. Və yəni bunlara baxmayaraq, mən bunları bəhanə eləmədən zamanında başladım şəxsi inkişafa və bunu həyatım boyunca da davam etdirməyi düşünürəm. Çünki bu mənə çox xoş gələn bir prosesdir. Ona görə də sizlərə də tövsiyə edirəm. Zaten bu kanala qatılmışsınızsa və bugün məni dinləyirsinizsə burada, bu özü belə onu göstərir ki, siz yəni belə deyim də 90% insandan fərqlənirsiniz düşüncə olaraq, ən azından maraqlarınız fərqlidir. Hər hansı bir serial izləmək əvəzinə siz hal-hazırda faydalı bir şeylə məşğulsunuz. Ona görə də özünüzü də təbrik edin və bu yolda davamlı olmaq üçün mən də sizin yanınızda olacağam. Yəni qısacası belə bir şey. Yəni bu şəkildə bildirmək istədim ki, bizi bundan sonra maraqlı bir yol gözləyir və sizlərlə birlikdə irəliləyəcəyimə görə də mən çox şadam, çox sevinirəm. İndi isə mən dünən sizdən soruşmuşdum ki, sizə hansı mövzular daha çox maraqlıdır. Bircə dəqiqə mən oradakı qeydlərə baxım. Vurğulamışdım ki, deməli, pul, karyera, iş qurmaq, belə mövzular sizə maraqlıdır, yoxsa məqsədlərə çatmaq, bəlkə düşünürsünüz ki, hansısa bir məqsədimə nəyə görə çata bilmirəm və ya bəlkə sizə valideynlərlə münasibət mövzusu maraqlıdır. Deyək ki, valideynlər həyatınıza müdaxilə eləyir, sərhədlər qoya bilmirsiniz ya da istəyirsiniz ki, onlardan fərqli yaşayasınız, ayrılasınız, asılılıqdan çıxasınız. Ola bilər belə bir mövzular sizə maraq. Ümumiyyətlə, həyatınızdakı insanlar, çevrəniz sizə necə davranırsa, bu bəlkə sizi narahat eləyir. Düşünürsünüz ki, görəsən, niyə belə davranırlar, niyə xoş rəftar görə bilmirəm insanlardan ya da necə eləyə bilərəm ki, çevrəmi dəyişim, daha zəngin bir insanlarla çevrələnim. Və son olaraq da bir də qeyd eləmişdim ki, insan bircə dəqiqə qarşımıza çıxan və ya ola bilər ki, sizə maraqlı olan mövzu budur ki, davamlı qarşınıza nəsə maneələr çıxır, sanki işiniz alınmır
ya da nəsə eləyəndə tərəddüd eləyirsiniz, qərarsız qalırsınız, bəlkə nəyisə ideallaşdırırsınız, mükəmməl eləməyə çalışırsınız deyə heç başlaya bilmirsiniz. Yəni müxtəlif mövzular ola bilər. Mən burada çox müxtəlif yazmışam ki, hər kəs özünə uyğun olanı görüb, varsa sizi narahat edən məqam, buna uyğun sorğularınızı yazasınız mənə, yəni yazasınız ki, sizə hansı mövzu daha çox maraqlıdır. Və mən gördüm ki, siz daha çox pul və maddiyyatla maraqlandınız. Dediniz ki, karyera, pul, qazanc artımı, bunlar bizə maraqlıdır. Mən də qərara gəldim ki, niyə də yox, bu haqda danışa bilərik. Başlamazdan əvvəl onu da qeyd edeyim ki, hal-hazırda mən sizə hansı mövzuları oxudumsa, yəni pul, karyera, münasibət, insanların davranışları, çevrəni dəyişmək, bu və bunun kimi və tərəddüdlər, qurban rolundan çıxmaq, bu və bunun kimi bütün mövzular elədir ki, hamısının içərisindən mən də keçmişəm. Bu mövzular üzərində mən özüm də özlərimdə işləmişəm və yetər qədər təcrübəm olduğunu düşünürəm. Yəni baxmayaraq ki, yaşım gəncdir. Buna baxmayaraq, yəni siz buna çox da düşünmürəm ki, zaten düşünəcəksiniz ki, ay bu qız cavandır, nə öyrədəcək bizə. Belə şey yoxdur. Necə deyirlər? Ağıl yaşda deyil, başdadır. Yəni ağıl yox, burada məsələ ağılda, savadda deyil mənə görə. Daha çox önəmlidir və bu təcrübələrdən çıxardığımız nəticələr önəmlidir. Şəxsən mən buna əsasən sizinlə danışacağam. Bu yöndə sizə faydalı olmağa çalışacağam. Yəni, zaten siz dəyişimi görəcəksiniz bu prosesdə. Məni dinlədikcə ən azından bir şeylərin fərqinə varacaqsınız. Daha sonra sizinlə ödənişsiz terapiyalar da keçirəcəyik. Ödənişlilər olacaq təbii ki. Necə ki, bugünə qədər də olmuşdu. Bir çox nəticələrimiz var. Kanalda siz tapa bilərsiniz bunu. Yəni bu şəkildə. Gəlin indi mövzuya gələk. Yeni iştirakçımızı da salamlayıram. Sonradan izləyəcək hər kəsi də yenə də sona qədər izləməyi tövsiyə edirəm. Çünki yəni sizin sorğularınıza əsasən də mən davam edəcəm. Sizi nələr maraqlandırırsa, gedişatı belirləyəcəyik. Amma bugün sizin də istəklərinizi nəzərə alaraq danışırıq puldan, maddiyatdan, karyera, iş qurmaq, səhifə açmaq, belə mövzular. Mən özüm bu arada 12 əvvəl başqa bir işdə çalışırdım. O zamanlardan başladım videolarımı paylaşmağa, şəkillərimi paylaşmağa. Təbii ki, başlanğıc biraz daha çətin idi mənim üçün. Yəni, istər-istəməz insan tərəddüd edir, qorxur, deyir ki, necə qarşılayacaqlar görəsən insanlar, nə deyəcəklər. Belə düşüncələr sizə də gəlirsə, buna görə əgər ertələyirsinizsə, narahat olmayın deyərdim. Əslində mənim hətta YouTube-da belə bir videom var. Sırf sosial şəbəkələrə necə başlamaq olar, bu haqda ətraflı şəkildə danışmışam. Webinardan sonra istəsəz, həmin videonun da linkini qoyaram, siz onu izləyə bilərsiniz. Çox gözəl bir videolarımdan biridir. Çünki orada çox geri dönüşlər almışdım. Təşəkkürlər, maraqlı fikirlər gəlmişdi orada rəylərdə. Buna görə mənim üçün özəl videolardan biridir. İstəyirəm ki, siz də əgər sosial şəbəkələrdə bir yerdən başlamaq, tanınmaq, işinizi böyütmək və ya öz işinizi qurmaq istəyirsinizsə, kompleksinizi kənara qoymaq istəyirsiniz ki, artıq sadəcə olaraq özünüzü paylaşasınız insanlarla, potensialınızı açasınız. O zaman sizə tövsiyə edirəm ki, həmin videonu izləyərsiniz, webinardan sonra göndərəcəm. İndi bu yerdə istəyirəm ki, öncəliklə sizi dinləyim. Yəni, dinləyim deyərkən, bəzən webinarlarda mənə sual gəlirdi ki, bəs mən görüntünü açmalıyam ya da səsi açmalıyam. Yox, narahat olmayın. Belə bir məcburiyyət yoxdur. Zaten düşünürəm ki, səs açmayaq. Burada chat bölməsində siz qoşulub, chat bölməsinə qoşulub, elə burada kanalda görürsünüz. Yəni, rəy yazmaq bölümü var. Oradan siz mənə istəyirəm ki, bu sualları cavablayasınız. Sadəcə burada məqsəd sizi tanımaqdır. Əgər istəsəz ki, bu mesajları silin, daha sonrasını silə bilərəm. Yəni, webinar müddətində mən oxuyub, daha sonra buradan silərəm. Başqa heç kim görməz. Çünki bəlkə mən sual yazdım ya da birdən hansısa mövzu haqqında soruşsam, istəmirəm ki, başqaları görsün, profilim görünsün. Ona görə də güvənə bilərsiniz, narahat olmayın. Siz yazın, daha sonrasında mən istəsəz silə bilərəm həmin mesajları. Bu da belə aydın oldusa,
İlk sualım odur ki, hal-hazırda hardasa çalışırsınız yoxsa yox? Yəni bir gəlir mənbəyiniz var yoxsa yox? Fərqi yoxdur, maaşlı işdə çalışırsınız, dövlət içində çalışırsınız, yoxsa öz işiniz var, bəlkə biznesiniz var, ya da yoxdursa belə, iş ilə bağlı hal-hazırda hansı etapdasınız? Bəlkə bu yaxınlarda planlayırsınız hansısa bir işə başlamaq ya da iş axtarışındasınız. Bu işlə bağlı durum nədirsə, zəhmət olmasa burada rəy bölməsində yazarsınız mənə. Ki sizləri tanıyım, bilin ki, ehtiyaclarınız nəyə maraqlanırsınız və necə faydalı ola bilərəm sizə bu mövzularda. Burada rəyi oxuyuram. Dediyim kimi, yenə də çəkinməyə ehtiyac yoxdur. Bu çəkinməkdən özüm çox ona görə danışıram ki, həm əvvəl sizdən çox sorğular alırdım bu haqda, həm də belə bir şey var ki, mən özüm də uşaqlıqdan çox gizlənən uşaq idim, görünməməyə çalışırdım. Belə bir şey var idi. Həm görünmək istəyirdim, həm də bir yandan da gizlənirdim, utancaq idim deyə, çəkingən idim deyə. Belə bir şey var idi. Amma mənə həmişə soruşurlar ki, bəs bunu necə açdınız, necə elədiniz ki, səhifə açdınız, videolarınızı paylaşırsınız, hətta bəzən çox izlənir, təlimlər necə keçirsiniz, niyə qorxmursunuz, belə suallar gəlir mənə. Və mən sadəcə belə cavablayıram ki, yəni siz də düşündürə bilər belə bir şey, ya da istəyirsinizsə özünüz bunu aşmaq, o zaman sizə belə bir qısa təcrübə danışım bu barəsində. Qısacası bu Telegram kanalına yeni qoşulmusunuzsa, tövsiyə edirəm ki, zaman-zaman kanala əvvələ qayıdıb podkastları dinləyəsiniz. Çünki çox şeylərdən danışmışam əslində. Düzdür, webinarlarda yenə danışacağam, amma onların öz yeri var. Həmin enerjidə danışmışam mən yəni bu təcrübələrdən. Təbii ki, necə başladım mən həm öz üzərimdə işləməyə, həm də çəkingənliyimi necə yendim, necə elədim ki, utancaqlıq məndə azaldı. İlk olaraq mən əvvəllər təbii ki, çox araşdırmalar edirdim. Yəni, şəxsi inkişafla bağlı və bunlar da mənə yaxşı təsir edirdi öz yönündə. Digər tərəfdən isə biraz özümə, necə deyirlər, challenge edirdim ki, özümü təşviq edirdim ki, daha çox bu bariyerlərimi qırım. Yəni, qorxularımın üzərinə gedim. Məsələn, qorxurdumsa kiminləsə tanış olmaqdan, ilk söhbəti başlatmaqdan, bunun üzərinə gedirdim. Deyirdim ki, rahat olun, qorxaraq bir şey. Ya da mən sözümü deməyə çəkinirdim hansısa bir söhbətdə. Bunu da bir dəfə, iki dəfə belə yoxladım ki, eləmək olar, yəni narahat olacaq bir şey yoxdur əslində. Öz yerində, yəni bu və bu şəkildə yavaş-yavaş başlamışdım öz qorxularımın üzərinə getməyə. Daha sonra belə gördüm ki, daha çox öyrəşirəm, narahat olacaq bir şey yoxdur, yəni çəkinəcək bir şey yoxdur. İndi burada bu sualı oxuyun, Instagramda bir səhifəm var, onlayn hazır kurs xidməti. Aha, sizi anladım, deməli. Bəs yeni başlamışsınız, yoxsa zəhmət olmasa qeyd edərsiniz? Səhifəni nə qədər müddətdir ki, açmısınız və nə qədər müddətdir ki, fəaliyyət göstərirsiniz, yəni paylaşımlar edirsiniz? Buna əsasən sizə yönləndirmədə verə bilərəm. Yəni belə, amma əgər siz utancaqlığı, çəkingənliyi, belə bir şeyi aşmaq istəyirsinizsə, sizə daha qısa bir yol deyəcəm bununla bağlı və yeni iştirakçılar da salamlayıram burada. Xoş gəldiniz, maraqlı bir söhbət var burada. Mövzumuz dəyişə bilər bu arada, ona görə diqqətli şəkildə izləyin, sona qədər qalmağınızı tövsiyə edirəm. Hətta istəyirsinizsə, canlı yayının linkini tanışlarınızla paylaşa bilərsiniz. Onlar da faydalı olar, maraqlı müzakirəmizə qoşularlar. Yəni belə, deməli, əgər utancaqlıq, çəkingənlik, nəsə belə bir duyğular sizə mane olursa, iş qurmağa, insanlarla münasibət qurmağa, o zaman ən yaxşı yol şüuraltıda bunu işləməkdir. Çünki mənə görə ümumiyyətlə utancaq olmağın iki səbəbi var. Birincisi, belə bir şeydir ki, valideynlərimizdən birində əgər belə bir duyğu var idisə, məsələn, məndə var idi. Anam uşaqlıqda deyirdi ki, mən həmişə, yəni uşaqlıqda utancaq olduğunu deyirdi. Danışırdı ki, dərs danışmağa utanırdım, çəkinir və
mənə də avtomatik keçmişdi. Necə deyirlər, biz həmişə bilirik də, valideynlərimizə bənzəyirik, onlardan hansısa bir davranışlar bizə keçir. Məndə də bu şəkildə idi. Utancaqlığın ikinci səbəbi isə odur ki, biz əslində ə, deyək ki də sözümüzü deməyə qorxuruq, yox deməyə qorxuruq, çəkinirik. Çünki rədd edilməkdən qorxuruq əslində. Daxilimizdə belə bir qorxu daşıyırıq ki, birdən mən nəsə desəm, məni rədd eləyərlər. Ya da səhifədə öz şəklimi paylaşaram, birdən bəyənməzlər. Belə bunun kimi yəni bir çox duyğular səbəb olur utancaqlığa. Ona görə də ən yaxşı üsul odur ki, bu duyğuları aşmağın şüuraltı ilə işləyəsiniz. Yəni şüuraltı ilə işləməkdə bilirsiniz ki, seansa yazılaraq ya da mənim özümün yüksəliş proqramım var. Harda ki mən utancaqlıq, yazlıqlıq, xilaskarlıq və günahkarlıq duyğularını aşmaq üçün şüuraltı texnikalar təqdim edirəm. Burada çox uzun danışmayacağım, amma yəni orada siz elə bunları işləyib həll edə bilərsiniz, aşa bilərsiniz. Çünki bu haqda danışmağımın səbəbi də odur ki, sizə əgər maraqlıdırsa pul qazanmaq, iş qurmaq, səhifə açmaq, tanınmaq, o zaman ilk etaplardan biri məhz bu duyğuları aşmaqdır. Çünki siz əgər çəkingənsizsə hələ də, nəsə bir maneələriniz varsa, o zaman təbii ki, işiniz çətin olur. Özünüzsə bilirsiniz bunu. Ona görə də deməli burada bir aydır davamlıyam paylaşımlarda da. Aha, çox gözəl. İndi səhifə açmaq sizə maraqlıdırsa belə bir mövzudan danışaq. Burada sualı cavablayım ki, qoşula bilmirəm. Bir dəqiqə mən burada linki paylaşdım və bu sualı cavablayacağım indi ki, səhifəmi yeni açmışam, bir ayda davamlı paylaşım eləyirəm, amma yenə də müştərilərim yoxdur, deyir xanım. Səfərimizin xanım deyəni Nur yazılır. Tamam. Və rəy yazılır, bir dəqiqə baxın. Bu haqda danışacağım, çünki bu etaplardan keçmişdim özümdə. Çox gözəl, şad oldum. Deməli, səhifə açmışıq, deyək ki, paylaşım eləyirik. Bir aydır ki, açmışıq da və müştəri gəlmir. Burada çox nüanslar ola bilər. Düzü, həmin səhifəni görsək, daha yaxşı fikir bildirə bilərik ki, nə haqdadır paylaşımlar, hansı sahədir və necə bir paylaşımlar eləmişsiniz. Çünki bunlardan çox şey asılıdır. Yəni, necə paylaşımlardır orada. Deyək ki, sadəcə trendlərə qoşularaq keşfətə düşəcək paylaşımlar eləmişsinizsə, oradan satış təbii ki, gəlmir. Ya da ola bilər ki, storylər biraz daha zəifdir. Orada izləyicilərlə bağ qurmamışsınız deyə belə bir şey var. Yəni, izləyicilərinizin hansı ehtiyacları var, onlar nə ilə maraqlanırlar. Bu haqda bəlkə soruşmamışsınız ola bilər. Ya da bəlkə bunları eləmişsiniz, amma hələ ki sizə güvənməyiblər. Ən çox görülən durumlardan biri budur. Necə deyim? İnsanlara biz danışmış ola bilərik ki, məsələn, mən bu sahədə çalışıram, deyək ki, təhsilim var, ya da gəlmişəm ki, bunları sizinlə bölüşüm. Amma yenə də onların bizə güvənməsi üçün həm biraz zaman lazımdır, həm də biraz nəticələr bölüşməyimiz lazımdır, öz təcrübələrimizi ortaya qoymağımız lazımdır. Həqiqətən bu sahədə bilikli olduğumuzu göstərməyimiz lazımdır. Daha sonraki etapda var ki, bu arada bunlar həqiqətən qızıl bilgilərdir. Qeyd eləməyinizi tövsiyə edirəm. Çünki mən özüm təlimlərdə öyrənmişəm bunları. Çox zamanımı sərf eləmişəm. Amma bugün mövzu açılmışkən istəyirəm ki, danışım, sonraya saxlamayım. Ona görə bizim webinarlarımız bu şəkildə olacaq. Baxın, mövzu pul olsa belə müxtəlif mövzulardan danışa bilirik. Ona görə diqqətli olmağınız faydalı olar sizin üçün də. Deməli, yəni biraz zaman lazımdır, həm də nəticələr paylaşmağımız. Deyək ki, izləyicilərlə ki, hər hansı bir sual verəndə onlar, biz göstərək ki, biz onlara cavab verə bilirik. Bu da insanlarda güvən yaradır. Və önəmli məqamlardan biri də odur ki, ilk etap üçün bunları bilməniz kifayətdir deyə düşünürəm. Deyək ki, siz çalışırsınız hansısa bir sahədə. Ya müəllimsiniz, ya həkimsiniz, ya coachsuz, ya nə bilim satırsınız nəsə bir şeylər, hansısa bir əşyalar satırsınız, geyim satırsınız, ya da SMM-siz, hər hansı bir sahə ola bilər, fərqi yoxdur.
ya tikinti səhifəsidir məsələn, məni izləyənlər arasında deyək ki, fərqlilik olsun deyə deyirəm və hər hansı bir sahə elədir ki, ya da olsun astroloq. Bu sahədə çalışan bir çox insanlar var hal-hazırda. Rəqabət çoxdur, yəni. Bir çox astroloqlar da var, müəllimlər də çoxdur, həkimlər də çoxdur, coachlar da çoxdur, psixoloqlar çoxdur, memarlar çoxdur. Yəni hər bir sahədə insanlar var. Az da olsa, çox da olsa insanlar var. Çoxunun da Instagram səhifəsi var. Paylaşım eləyir, hər biri xidmət satır, özünü tanıdır. Yəni belə bir durumdursa, siz zaten bilirsiniz. Ya da olsun blog açmaq. Bəlkə siz bloger olmaq istəyirsiniz ya da influencer olmaq istəyirsiniz. Nə istəyirsinizsə fərqi yoxdur. Instagramdan burada danışırıq və heç Instagram olmasa belə bilirik ki, hər sahədə bir çox insanlar çalışır və belə bir durum olduğuna görə də biz mütləq insanlara göstərə bilməliyik ki, biz nə ilə fərqlənirik. Yəni sırf nəyə görə bizə gəlməlidirlər. Məsələn, çox sadə bir nümunə deyim. Yəqin ki, coachları tanıyırsınız. Hər hansı bir coach ola bilər, izləyirsiniz. Mənim kütləm daha çox coachları izləyir, bilirəm. İzləmirsinizsə belə bir nümunə deyim. Deyək ki, başqa bir coach var, bir də mən varam hal-hazırda məni izləyirsiniz. Niyə məhz məni izləməyə gəlmisiniz? Niyə məhz onu yox da məni izləyirsiniz? Burada çox önəmli bir faktor var. Yəni siz izləyicilərinizə tam da bunu çatdıra bilməlisiniz ki, niyə ora yox, bura gəlməlisən? Niyə məhz məndən almalısan? Niyə məhz məni izləməlisən? Belə bir önəmli məqam var. Ona görə də nəzərə almağınızı tövsiyə edirəm ki, paylaşımlar eləyərkən, istər story olsun, istər reelslər olsun, buna da diqqət eləməyiniz lazımdır ki, rəqibdən fərqlənmək üçün. Yəni bu kimisə pisləmək deyil əsla. Yəni məsələn, mən burada heç kimi pisləmirəm ki. Əksinə həmişə paylaşıram ki, mentorlarım kimlərdir, kimlərin təlimlərindən gəlirəm. Yəni bu şəkildə sadəcə olaraq onları deyil də, məhz sizi nəyə görə seçməlidir izləyici? Niyə məhz sizin xidmətinizə qoşulmalıdır? Niyə məhz sizin məhsulunuzu almalıdır? Bunu çatdırmağımız da çox önəmlidir. Burada çox nüanslar var əslində. Satışın alınmaması, müştəri gəlməməsi. Ola bilir ki, məsələn, siz, yəni məsələn, qiymət uyğun olmamış ola bilər. Deyək ki, sizin hədəf kütləniz tələbələrdirsə, amma siz 50 AZN dəyərində bir xidmət təqdim edirsinizsə, tələbə alsaq, bu səhvi mən də edirdim, yəni başlayanda belə bir şey eləmişdim. Onlar stipendiya alırlar və stipendiya zaten çox kiçik bir məbləğdir və bunun böyük hissəsini zaten ərzaqa, ehtiyaclarına ödədikləri üçün təbii ki, o məbləğdə təlimə qatılmaq onlara zaten istəsələr belə uyğun olmur. Buna görə də satışlarımız gerçəkləşmir. Belə bir nümunədən yola çıxaraq demək istəyirəm ki, izləyicilərinizi, hədəf kütlənizi tanımağınız da çox önəmlidir ki, onlara uyğun xidmət təqdim edəsiniz və heç bir problem yaşanmasın. Nə onlar üçün, nə də sizin üçün. Daha sonra bu mövzu ilə bağlı ümumiyyətlə bircə dəqiqə bu sualı da oxuyum. Arada. Olaraq sizə tövsiyə edirəm ki, satışlarınızı artırmaq üçün, satışlara başlamaq üçün, müştəri yəni qazanmaq üçün biraz həm zaman verin, özünüz haqqında daha çox paylaşın, onlardan suallar soruşun ki, bəs yəni sizə nələr maraqlıdır, hansı problemlər yaşayırsınız və onlar yazdıqca deyək ki, elə mövzular görəcəksiniz ki, həqiqətən də siz o mövzuda kömək ola bilərsiniz. Məsələn, deyək ki də belə bir şey deyim. Deyək ki, mən soru keçirirəmsə, izləyicilərim arasında soruşuram ki, sizə nə maraqlıdır? Əgər desələr ki, qaynana-qaynata problemləri, mən görürəm ki, bu mənə maraqlı olan, mənim bölüşə biləcəyim bir mövzu deyil. Orada təbii ki, seçirəm, o haqda danışmıram. Yəni, mənə maraqlı olan mövzulardan deyil, özümün təcrübəsi olan bir mövzu deyil. Amma məsələn, mənə maraqlıdır iş qurmaq mövzusu, pul qazanmaq, münasibətlərdə, valideynlərlə münasibət, sərhədlər qorumaq. Yəni bu kimi mövzular mənə daha maraqlıdır, özümün təcrübələrim daha çoxdur. Özüm bu yolda daha çox təcrübə yox. Demək istədiyim,
yol qət eləmişəm. Ona görə də bu haqda daha çox danışa bilərəm və zaten buna uyğun insanlar da qarşıma çıxır. Yəni bu şəkildə. Və sonraki sualım isə sizə o idi ki, indi burada siz məsələn qeyd elədiniz ki, səhifəni yeni açmısınız, qazancınız azdır. Tamam. Gəlin burada məqsədlərdən danışaq. Bəs sizin istəyiniz, məqsədiniz nədir? Nəyə arzulayırsınız? Ümumiyyətlə həyatla bağlı olsun, təkcə işlə bağlı yox. Hansı məqsədləriniz var? Bu il üçün nələri gerçəkləşdirmək istəyirsiniz? Məsələn, mən özümdən danışım, siz də o vaxta qədər yazın məqsədlərinizi. Bu arada bilirəm ki, bizlərdə çox belə bir düşüncə var ki, yazanda alınmır. Bu inanc məndə də var idi, amma sizi inandırım ki, məsələ bununla bağlı deyil. Sadəcə olaraq biz deyək ki, nəyəsə görə hansısa bir məqsəd alınmayıbsa, arzumuz gerçəkləşdirməyibsə, həmişə istəyirik ki, nəsə bir bəhanə tapaq, bir səbəb tapaq bunun üçün. Sanki nəysə günahlandıraq da, bunu biz çox sevirik deyə hər birimiz, bütün insanlar, çoxumuz. Buna görə yəni yaxşı bir səbəblərdən biri kimi göstəririk ki, bax filan kəsə demişdim, ona görə alınmamışdı. Amma məsələ bununla bağlı deyil. Yəni gəlin reallığa baxaq. Siz kiməsə dediyinə görə niyə alınmasın ki? Ola bilər ki, onun alınmamasının səbəbi odur ki, biz yetər qədər əmək verməmişik ya da çalışsaq belə. Hətta istəyirəm ki, mən bugün bu haqda da danışım sizə. Bu ay ümumiyyətlə danışmaq istədiyim mövzu bu idi əslində. Amma dediklərinizi də nəzərə alacağım ki, pul və maddiyyatdan daha çox danışım. Pul qazanmaq işlə bu da maraqlıdır. Bunun timsalında mən danışmaq istəyirəm ki, bəs danışmaq istəyirəm ki, bəs fərqi yoxdur, siz nə istəyirsiniz? Məsələn, mənim bu ilki məqsədlərim arasında Bakıya köçmək var. Bakıda yaşamağa başlamaq belə bir məqsəd. Orada həyatımı qurmaq istəyirəm. Belə bir hədəfim var. Yəni çalışıram ki, bu il bunu gerçəkləşdirim. Məsələn, kimisi istəyir ki, arıqlasın, çəki versin. Kimisi istəyir ki, maşın alsın, ev alsın, qazancını artırsın. Bəziləri istəyir ki, evlənsin. Kimsə istəyir uşaq dünyaya gətirsin. Ya nə bilim, çevrəsini dəyişsin, səyahət eləsin. Hərənin istəyi, məqsədi fərqlidir. Ya da kimsə çox kiçik bir şey istəyə bilər. Məsələn, sadəcə borclarını bağlamaq. Bir də borca düşməmək, məsələn. Ya da mənəvi huzur, sakitlik, rahatlıq, işində tanınmaq. Demək olar, yəni hər şey dedim mən burada, hər kəsin məqsədlərindən danışdım. Siz nə istəyirsiniz? Ola bilər ki, indiyə qədər bu istəyiniz, bu məqsədiniz üçün nələrsə eləmişsiniz ya da eləməmişsiniz. Deyək ki, bu ilin əvvəlində vision board yazmışdınız, hazırlamışdınız. Amma yenə də keçən ildə deyək ki, hazırlamışdınız, alınmadı, çox şey gerçəkləşmədi. Ya da deyək ki, 50% gerçəkləşdi, 50% gerçəkləşmədi. Ya da illərdə gözlədiyiniz, amma alınmayan nəsə var. Bəlkə nə isə uşaqlıqdan istəyirdiniz, amma hələ də yoxdur həyatınızda. Fərqi yoxdur. Mən istəyirəm ki, bunun səbəbindən danışım. Çünki bunun səbəbini mən öyrənəndən sonra çox şey dəyişməyə başladı həyatımda. Hal-hazırda bu baxış açısı, bunu bilmək mənim bütün həyatım boyu çox şeyi dəyişəcək. Çox önəmlidir, çox dəyərlidir. Ona görə də diqqətli şəkildə qulaq asın, hətta mümkünsə qeyd götürün, yəni bir yerdə yazın bu dediklərimi. Çünki qızıl dəyərində bir bilikdir. Yəni bunu öyrənmək həqiqətən hər şeyi dəyişir həyatımızda. İndiyə qədərsə nəyəsə görə alınmırdı. Bunun səbəbini biləndən sonra, bu səbəbi həll edəndən sonra artıq biz biləcəyik ki, istənilən bir arzunu, məqsədi necə gerçəkləşdirmək olar. Ona görə də gəlin sizə bunu açıqlayım. Bir nümunə deyim. Böyük ehtimalla siz blogerləri izləyirsiniz. Yəni uğurlu insanları izləyirsiniz. İş adamlarını ya da nə bilim televizorda bəlkə görürsünüz. Deyək ki, siz istəyirsiniz müğənni olmaq və müğənniləri izləyirsiniz. Ya da haradasa filmlərdə görürsünüz ki, kimsə gözəl bir həyat yaşayır. Deyək ki də çoxlu alış-verişlər eləyir, bolluq içərisində yaşayır, iş adamıdır. Belə bir şey. Ya da xoşbəxt bir münasibət. Baxırsınız və həmin o baxdığınız şey, yəni izlədiyiniz həmin o ssenari, həmin o səhnə tam da sizin məqsədinizdir. Deyək ki, mən bugün filmə baxdım, görürəm ki, çox romantik bir münasibət yaşayırlar və bu zaten mənim məqsədimdir. Amma
Çox insan nə yaşayır, gələnlərdə salamlayıram, xoş gəldiniz. Burada nə yaşayır? Deyək ki, blogerləri izlədikdə, həmin o məqsədə çatmış insanları görəndə daxilində bu üç hissi yaşayır. Məyus olur ki, yəni də məndə yoxdur, onda var, məndə yoxdur. Ya da özü ilə onu müqayisə edir və özünü yetərsiz hiss eləyir. Deyir ki, yox, mən yetər qədər çalışmadım. Bəlkə də onun şanslı gətirdi, mənim bəxtim yoxdur, ona görə də məndə alınmır. Ya da özünü bacarıqsız hiss eləyir. Bu, yəni baza üç duyğu məndə çox var idi. Yəni çox yüksək dərəcədə yaşadığım duyğular idi. Hansı ki, mən fərdi seanslar alanda, coachlarımla işləyəndə ən çox top 3, top 2 əslində, yəni yetərsizlik çox olmurdu məndə. Daha çox bacarıqsızlıq hissi, bir də məyusluq hissi. Demək olar 10 seansa qədər mən bu duyğuları işləmişəm. Amma təkrar etmişdim ki, nə xəbərdir, nə olub da, niyə belədir? Anlaya bilmirdim ki, niyə hər şeyin altından eyni duyğular çıxır. Çünki mən kimsə nəsə alındı, nəsə bir uğur qazandı, qazancını artırdı, maşın aldı, nəsə elədi. Amma əgər məndə bu yoxdursa, mən avtomatik bu duyğuları keçirirdim. Ya da ola bilər sizdə biraz fərqlidir. Deyək ki, özünüzü uğursuz hiss edirsiniz. Deyirsiniz ki, hər kəs nəsə yaşayır, səhifə açır, amma məndə hələ də yoxdur, mən uğursuzam. Ya da məndə belə bir şey var idi, belə bir nümunə deyim. Uşaqlıqda nələrsə arzuluyurdunuz, hətta ola bilər oyuncaq almaq istəyirdiniz də. Deyirdiniz ki, o maşından ya da o kukladan məndə də olsun. Amma siz hələ də onu əldə edə bilmirdiniz. Və düşünürdünüz ki, dünya ədalətsizdir, valideynlərim pisdir və onlar mənə almadılar. Belə düşüncəyə də yaşayırdınız deyək ki, uşaqlıqda və buna görə məyus olurdunuz. Bacarıqsız hiss edirdiniz. Deyək ki, məktəbdə hətta ola bilər ki, fərqli bir situasiyada. Nəyəsə görə, deyək ki, müəllim başqa uşağı təriflədi, sizi tərifləmədi, yaxşı qiymətləndirmədi əməyinizi. Mən bunu çox yaşamışdım məsələn. Belə hiss eləyirdim ki, əməyim qiymətləndirilmir. Və o zaman yenə məyus olurdum, yetərsiz hiss eləyirdim və bu duyğular, indi diqqətli şəkildə qulaq asın mənə. Bu duyğular görürük ki, mənə uşaqlıqdan tanış gələn duyğulardır. Eynən sizdə də hansı duyğulardırsa, ola bilər günahkarlıq hissi ya da utancaqlıq, fərqi yoxdur. Başqa duyğular da ola bilər. Bəlkə qəzəb, bəlkə paxıllıq və bu duyğular sizə uşaqlıqdan tanış olduğuna görə, uşaqlıqda davamlı, yəni uğursuz hiss edirdiniz, məyus olurdunuz, bacarıqsız olduğunuzu düşünürdünüz, yetərsiz olduğunuzu düşünürdünüz və uğursuzluq hissi ilə yaşayırdınız deyək ki. Həmişə görürdünüz ki, arzularınız alınmır. Biz uşaqlıqda məqsəd qoymuruq, çox da böyük məqsəd qoymuruq. Yəni arzu səviyyəsində olur, amma yenə də. Yəni hal-hazırda yenə də təkrar bu duyğuları yaşamağınızın səbəbi tam olaraq budur. Tam olaraq budur ki, siz uşaqlıqda necə hiss edirdinizsə, eyni hissləri yenə yaşayacağınız durumlar yaşayırsınız, yaradırsınız həyatınızda. Bir dənə sadə nümunə deyim, çox daha aydın olsun. Biraz çünki ilk dəfə eşidənlər üçün qəribə gəlmiş ola bilər ki, nədən gedir söhbət, necə yəni, nə uşaqlıq, hansı duyğu. Deməli, məsələn, mən deyək ki, uşaqlıqda atamdan nəsə bir şey istəyirdim, nəsə mənə al. Ya da nə bilim, məktəbdə nəsə almaq istəyirəm, belə bir şey. Deyək ki, atamdan nəsə istəyirdim, amma o pul yoxdur deyib, deyirdi ki, yox da ala bilməyəcəm, verə bilməyəcəm. Mən rədd edildiyimə görə yox deyirdim. Belə bir ssenari yaşamışıq çoxlarımız. Hətta hər birimiz yaşamış ola bilərik. Çünki uşaqlıqda nə vaxtsa rədd edilmiş oluruq da hər birimiz. Nəsə yox deyirlər, nəyəsə etiraz edirlər valideynlərimiz. Və bu duyğunu, bu məyusluğu mən uşaqlıqda çox yaşamışamsa, ya da olsun günahkarlıq ya başqa bir şey, fərqi yoxdur. İstənilən bir duyğunu burada nümunə kimi götürə bilərsiniz. Siz sadəcə özünüzə baxın ki, hansı duyğudur. Hal-hazırda da təkrar yaşadığınız, amma bu döngüdən çıxmaq istədiyiniz bir duyğu. Söhbət bundan gedir yəni. Məndə məyusluq bu nümunə ilə gedər. Mən uşaqlıqda məyusluğu çox yaşamışam deyə, mən baxmayaraq ki, böyümüşəm, yenə də elə durumlar yaşayıram ki, həyatımda davamlı
məyus oluram. Davamlı bu hissi yaşayıram. Çünki bu mənə uşaqlıqdan tanışdı. Çünki uşaqlıqda bunu bircə dəqiqə. Bunu yaşamışdım və bu mənə daha güvənli gələn bir duyğudur. Baxmayaraq ki, neqativ saya bilərik bu duyğunu. Yenə də şuuraltımız belə işləyir tam olaraq. Uşaqlıqda hansı duyğuları, hansı emosiyaları çox görmüşüksə, deyək ki, təşvişli bir mühitdə böyümüşüksə, bu bizə daha güvənli və daha tanış bir duyğu olduğuna görə böyüyəndən sonra da, harda yaşasaq da, Amerikaya getsək də, yəni nə eləsək də, şuuraltı ilə işləmədən bunu eləsək, deyək ki, bunun fərqində deyilsinizsə, Amerikaya getsəz belə yenə də elə durumlar yaşayırsınız ki, davamlı təşvişə düşürsünüz, uğursuz hiss eləyirsiniz, məyus olursunuz, bacarıqsız olduğunuzu düşünürsünüz və məqsədlərinizə çata bilmirsiniz, alınmır, arzularınız gerçəkləşmir. Ya da mən blogerlərdən niyə danışırdım bayaq? Yəni, blogerləri izləyirsiniz ya da serialda görürsünüz ki, kimisə gözəl həyatı var. Avtomatik. Siz şuuraltı olaraq yenidən məyus hiss edirsiniz. Ümid edirəm ki, burası aydın oldu. Yəni, məsələ tam da bundan ibarətdir ki, biz uşaqlıqda hansı emosiyaları, hansı hissləri daha çox yaşamışıqsa, hansılar bizə tanışdırsa, böyüyəndən sonra da bu duyğuları yaşayacağımız durumlara düşürük. Və burada əsas mövzumuz məqsədlər olduğuna görə bunu demək istəyirəm ki, hal-hazırda mən belə bir şey yaşamışdım. Qısa bir nümunə bunu da deyim. Mən hal-hazırda coachluq təhsilimə davam edirəm və orada tədbir keçirilmişdi, canlı görüş, sertifikatlar təqdim olunurdu və mən də planlayırdım ki, elə bu yaxınlarda bir neçə ay əvvəl idi bu. Bu təcrübə çox dəyərlidir mənim üçün. Çünki tam da bu təcrübədən sonra mən indi dediklərimin fərqinə varmışdım və hər şey dəyişməyə başladı mənim üçün. İndi nələr dəyişdiyini də deyəcəm. Yəni, hansı nəticəni əldə elədim buna sonra. Yəni ki, bunu dediyim olsun. Yəni, tədbir var idi. Yəni, mən Qax rayonunda yaşayıram hal-hazırda. Tədbir isə Bakıdaydı. Və mən düşünürdüm ki, getmək istəyirdim, amma yenə də uzaq olduğuna görə tək necə gedəcəm, harda qalacam, nə bilim, vaxt çatdırmaq falan belə şeylər düşünmüşdüm. Amma həm də biraz çabalamışdım bunun üçün ki, geyim almışdım. Hətta mən Telegramda burada paylaşmışdım ki, yeni izləyicini də xoş gördüm. Paylaşmışdım ki, mən tədbirə hazırlaşıram, burada sizinlə şəkillər paylaşacağam. Yəni, çox həvəsli idim. Bu məqsədi qoymuşdum özümə ki, mən həmin tədbirə gedəcəm, Bakıda, yəni olan tədbirə gedəcəm, iştirak eləyəcəm, yeni insanlar tanıyacağam, görmək istədiyim xanımlar da var idi, həmkarlarım. Amma nə oldu? Sadəcə olaraq, yəni maddiyyat da problem deyil, sadəcə olaraq elə oldu ki, bir yerə gedəcəyim adam mənə demədiyi bir iş çıxdığına görə gedə bilmədik. Yəni, son 1-2 gün qalmış bunu öyrəndim ki, o gedə bilməyəcəkmiş və mən də heç cür uyğunlaşdıra bilmədim ki, ora gedim. Qısacası, yəni məqsədim o idi ki, Bakıya gedim, tədbirdə iştirak eləyim. Bunun üçün çalışsam da, əmək versəm də, planlasam da, fakt odur ki, alınmadı. Və bu alınmaması mənə necə hiss elətdirdi? Gəlin buna baxaq. Çünki bu çox önəmli bir nümunə olacaq indi sizin üçün. Mən həmin tədbirə qoşula bilməyəndə həm məyus oldum, həm də nə isə qaçırmış kimi hiss elədim. Yəni, əlimdən bir fürsəti vermiş kimi bir hiss yaşadım və sonra mən bununla bağlı bir seans almışdım. Orada fərqinə vardım ki, əslində məsələ tam da bu duyğu ilə bağlıdır. Mən əvvəl biraz günahlandırmışdım ki, bax, o insana görə olmadı, gül kimi gedəcəkdim də demişdim. Gül kimi tədbirə gedəcəkdim. Sırf onu məqsəd bilmədim. Amma əgər mən belə düşünsəydim, bu düşüncədə davam eləsəydim, heç bir şey dəyişməyəcəkdi. Yenə də heç nə alınmayacaqdı da həyatımda. Çünki bunun dərsini almamış olacaqdım. Amma mən nə elədim? Seansda fərqinə vardım ki, sırf həmin məqsədə çata bilməmək, tədbirə gedə bilməmək mənə məyusluq və nə isə qaçırmaq hissini yaşatdı. Çünki bu hisslər də mənə uşaqlıqdan tanış idi. Mənim şuuraltıma güvənli gəlirdi bu hissləri yaşamaq. Çünki nə vaxtda məktəbdə də belə bir şeylər yaşamışdım. İndi o mövzulara girmirəm çox da.
Yəni seanslarda zaten üzə çıxır, bunları işləyirik, keçir, gedir. Ola bilər ki, məni dinləyirsiniz, nəsə yadınıza düşür ki, uşaqlıqda nəsə bir təcrübə yaşamışdınız, nəsə bir şey olmuşdu və bu hissləri yaşamışdınız. Qısacası buradan dərs götürməyinizi, nümunə götürməyinizi istəyirəm və həyatınıza baxmağınızı istəyirəm. Sizin hansısa bir məqsədiniz alınmayanda ya da hardasa yaxşı bir şey görəndə hansı hissləri keçirirsiniz? Məndə bu nəysə qaçırmaq hissi idi, ötürmək hissi idi və elə bir durum yarandı ki, qısacası elə bir durum yarandı ki, mən təkrar həmin emosiyaları yaşamış oldum. Amma gəlin indi nəticəyə baxaq. Yaxşı, bəs nə edək bundan sonra? Deyək ki, indi fərqinə vardınız ki, hə, məndə də bu duyğular var. Mən də davamlı bu döngüdə yaşayıram. Tez-tez məyus oluram, tez-tez nəsə alınmır, yetərsiz hiss eləyirəm, müqayisə eləyirəm, günahkar hiss eləyirəm. Tamam. Deyək ki, bunun fərqinə vardınız bugün. Tamam, nə edəcəksiniz? O zaman nə elədiyimi mən misal kimi göstərim. Siz də artıq buradan biləcəksiniz ki, nə eləmək lazımdır. Mən həmin seansda özüm üçün bir texnika yazdım. Yəni seansda işləməmişdik bunu. Sadəcə fərqinə varmışdım. Yazdım ki, tamam Diana, ola bilər ki, indiyə qədər uşaqlıqdan sənə bu duyğular tanış idi. Bu emosiyaları yaşamışdın. Tamam, okey. Anlayırıq bunu. Şuuraltıya yəni yeridirik ki, bəli də sənə güvənli gələn emosiyadır. Sən məni qorumaq üçün bunu eləyirsən. Hiss eləmək istəyirsən ki, güvəndəsən. Yəni belə bir şey. Siz zaten bilirsiniz də. Qısaca onu da deyim ki, biz uşaqlıqda yaşadığımız duyğuları ona görə təkrarlayırıq ki, bu hissləri yaşadıkca özümüzü güvəndə hiss edirik və uşaqlıq illərimizə qayıdırıq bir növ. Ya da həyatımızda elə insanlar yaradırıq ki, davamlı bizi təşvişə salırlar və həmin o təşvişlə bir növ biz sanki valideynlərimizi xatırlayırıq. Bu da çox önəmli məqamlardan biridir. Mən ilk etaplarda bunu anlayandan sonra başladım şəxsi inkişafa. Çünki dedim ki, niyə, nə olsun ki, uşaqlıqda nəsə yaşamışam, nə olsun ki, uşaqlıqda məyus olmuşam. Axı, bundan sonra belə yaşamaq istəmirəm axı. İndi əgər siz də eynisini deyirsinizsə ki, nə olsun ki, bu olub. Və nə olsun ki, deyərək başlayırsınızsa düşünməyə ki, hal-hazırda məni dinləyərkən düşünürsünüzsə ki, yox, nə olsun ki, belə olub. Axı, mən belə davam eləmək istəmirəm həyatımı, axı, mən belə yaşamaq istəmirəm. Məsələn, uşaqlıqda birdən anam küsər deyə, yox deyə bilmirdim. Nə desə razılaşırdım, yaxşı qız olmağa çalışırdım. Nə olsun ki, bu uşaqlıqda olmuşdu da. Mən balacaydım onda, həyatı belə algılayırdım. Bu o demək deyil ki, mən həyatım boyu davamlı bu duyğularla yaşamalıyam. Həyatım boyu həmişə hər kəsə hə deməliyəm, yaxşı qız olmalıyam, hər kəsi məmnun eləməyə çalışmalıyam. Yox. Hal-hazırda məni dinləyərkən də bu istəyirəm sizə bir fərqindəlik çağırışı olsun. Sadəcə dinləyib keçməyin. Zaten sadəcə dinləyib keçəcəyiniz şəkildə deyil bu webinar. Həqiqətən də bundan sonra həyatınızı sorğulamağınızı istəyirəm. Nə yaşayırsınızsa, sadəcə düşünün. Deyək ki, uşaqlıqda yaşadığınız bir duyğunu təkrarlayırsınız. Təşvişli bir evdə böyümüşdünüz və indi də təşvişli bir ortam yaratmışsınız həyatınızda. Sadəcə bir özünüzə deyin. Nə vaxta qədər bu davam eləyəcək? Uşaqlıqda yaşadığım duyğularla nə qədər yaşamağa davam eləyəcəm? Nə qədər sürəcək də bu? Mən də tam da bunu dediyim anda həmişə özümə bunu xatırlatdıqda dəyişməyə başlayıram. Gəlin, orada yarımçıq qaldı bizim söhbətimiz. Mən sizə deyəcəkdim ki, bəs mən bunu necə işlədim, necə həll elədim? Axı, mən məqsədimə çata bilməmişdim və nəysə qaçırmış kimi hiss eləmişdim. Özümə belə bir texnika yazdım, texnika olur. Bu haftada danışacağım. Texnika belə idi ki, yəni, əziz Diana, adımı demirəm, sadəcə olaraq da belə. Belə götürün, siz də özünüzə uyğun götürün. Əziz Diana, ola bilər ki, indiyə qədər sən təkrar bu duyğuları yaşayırdın, həmişə məyus olurdun, nə bilim, inciyirdin, deyirdin ki, yox, dünya ədalətsizdir. Ola bilər, indiyə qədər bu sənə tanış idi deyə təkrar bu duyğuları yaşayırdın. Amma bu artıq keçmişdə qaldı. Sən artıq bunu geridə qoya bilərsən. Bundan sonra əgər istəyirsənsə ki,
istədiyin həyatı yaşayasan, məqsədlərinə çatasan, arzularını gerçəkləşdirəsən, yəni məsələn həmin məbləğləri qazanmaq, tanınmaq, xoşbəxt münasibət qurmaq ya da nə demək olar başqa, səyahət eləmək, nə istəyirsinizsə də ya da sadəcə qatara minmək. Hərənin bir istəyi, bir məqsədi var, fərqi yoxdur, böyük ya da kiçik. Yəni əgər sən bunu istəyirsənsə bundan sonra artıq bunu eləyə bilərsən, sənə olar. Bundan sonra təkrar-təkrar eyni duyğuların döngüsünə düşməyinə ehtiyac yoxdur. Bu texnikanı yazmışam özüm üçün. 10 dəqiqəlik bir texnikadır. Əslində biraz daha qısa texnikadır. Amma yəni bu texnika ona görə kömək edir ki, indi məni dinlədiniz. Məsələn, mən sizə dedim ki, bu duyğuları kənarda qoya bilərsiniz. Əgər istəyirsinizsə həmin məqsədə çatmaq, bundan sonra elə durumlar yaratmağınıza ehtiyac yoxdur ki, məyus olasınız. Yaratmaq deyərkən də bu arada belə bir şey deyil ki, siz qəsdən bunu eləyirsiniz özünüzə. Yox. Təbii ki, kim istəyər ki, otursun, məyus olsun, kim istəyər ki, özünü günahkar hiss eləsin. Təbii ki, istəmərik. Bunları istəmədən şüuraltı olaraq yaşayırıq təbii ki. Şüuraltıda bu duyğu var və reallığımızda elə bir durum yaranır ki, biz yenə bu duyğular yaşayırıq. Bu durumlara düşürük, belə deyim. Deyirəm, buralar aydındır. Əgər sualınız varsa bununla bağlı, yazın, məmnuniyyətlə cavablayaram. Məqsədim işimdə tanınmaq, insanların mənə güvənməsi çox gözəl. Ədəbiyyat seçmişliyəm. Tamam. Bunun fərqində olmaq, bunu qəbul etmək çox gözəl bir şeydir. Hər insan bunu özünə etiraf edə bilmir. İnkar edir ki, yox, elədir, belədir, amma siz burada qeyd elədiniz ki, bəli, mən təşvişli bir insanam. Bəli, mən də təşvişli bir insanam. Hal-hazırda görə bilirsiniz. Biraz təbii ki, bunu aşmışam, amma yenə də təbii ki, qalır. Yenə də bunun üzərində işləyəcəm. Əsas olan odur ki, mən bunun fərqinə varıram, daha sonra başlayıram onun üzərində işləməyə. Sizə də bunu tövsiyə edirəm. Yəni, gəlin sadətə gelelim, Türklər demiş. Bugün çox pozitiv enerjidəyəm. İstəyirəm ki, olduğum kimi davranım. Düşünürəm ki, sizə də xoş olar. Yəni, narahat olacaq bir şey yoxdur burada. Deməli, indi deyirsizsə ki, deyək ki, məni dinlədiniz, fərqinə vardınız ki, sizdə də nəsə bir şeylər alınmırdı və eyni həmin o uşaqlıqda yaşadığınız duyğuları yaşayırdınız. Deyək ki, təşvişə düşürdünüz, məyus olurdunuz, bacarıqsız olduğunuzu düşünürdünüz və s. və s. belə bir şey. Sadəcə olaraq, yəni, belə deməklə olmur ki, bundan sonra mən belə hiss eləməyəcəm. Belə deməklə olsaydı, bunu hər kəs eləyərdi, hər kəs həyatını dəyişərdi. Bu qədər sadə olmur, amma çətin də deyil. Sadəcə olaraq sizə bura qədər məni izlədiniz, sonra da izləyəcəksiniz və bir şeylərin fərqinə vardınız, özünüzü gördünüz müəyyən qədər və özünüzdə də bir hissələr tapdınız buradakı. Deməli, mən də belə bir təcrübə yaşamışam. Mənə də uyğundur. Ya da mən də bunu istəyirəm ki, məqsədlərimə çatım, istədiyim həyatı qurum, həmin hədəflərimi gerçəkləşdirim. Nədirsə də sizin hədəfiniz, fərqi yoxdur. Mən məsələn, ayrıca özümə geyim alarkən belə buna bir məqsəd kimi baxıram. Bunu özüm üçün asanlaşdırmışam, yəni. Deyək ki, bu ay istəyirəm ki, filan geyim alım, alış-veriş edeyim. Onları bir məqsəd kimi yazıram. Daha sonra onları gerçəkləşdirəndə özümü təbrik edirəm ki, bax, sən bu məqsədlərə çatdın. Bu çox gözəl bir praktikadır və sizə də tövsiyə edirəm ki, özünüzü həvəsləndirmək üçün belə şeylər eləyin. Kiçik bir şeylər alanda belə məqsədinizə çatmışsınız kimi hiss eləyə bilərsiniz bu şəkildə. Ona görə deyirdim ki, qeyd üçün dəftərlərinizi götürün, qeydlərinizi aparın. Təkrar dinləyirsinizsə, bu webinarı sonra təkrar dinləyəcəksinizsə, saxlayıb yazmağınızı da tövsiyə edirəm. Qısacası, sadəcə burada önəmli bir məqam var. İndi bəzən insanlar deyirlər ki, hə, mən dinlədim, bunun fərqinə vardım, bundan sonra mən belə davranmayacağam, bundan sonra günahkar hiss eləməyəcəm, bundan sonra məyus olmayacağam. Belə deməklə heç nə dəyişmir. Bəs necə dəyişir hər şey? Hər şey, dəyişən şey şüuraltı texnikalardır. Hansı ki, mən də sizə dedim ki, özüm üçün şüuraltı texnika yazmışdım və bu texnika elə bir texnikadır ki, sırf mənim üçün deyil də, elə bir şəkildə aparmışam ki, biz orada özümüzü
yenidən proqramlayırıq. Şuuraltımızı yenidən proqramlayırıq. Belə bir texnikadır. Bəlkə də indiyə qədər şuuraltı texnika eləmiş ola bilərsiniz, ya da eləməmiş ola bilərsiniz. Hər ehtimal sual yaranmasın ki, şuuraltı texnika necə olur? Şuuraltı texnika elə bir şeydir ki, mən səs yazısı şəklində yazıram. Ora musiqi də əlavə eləmişəm. Elə meditasiya kimi düşünə bilərsiniz bunu, amma bu daha çox nəticə verir. Həqiqətən dəyişim yaşamağınız üçündür. Sadəcə nəsə motivasiya sözləri deyil. Orada siz özünüzə proqramlayırsınız ki, indiyə qədər mən bu duyğuları təkrar yaşayırdım, ola bilər, amma bundan sonra mən fərqli yaşamaq istəyirəm. İstəyirəm ki, daha yüksək emosiyalar yaşayım, deyək ki, həyatdan həzz alım, daha rəngarəng həyatım olsun, təşvişsiz olum, huzurlu olum, ya da uğurlu hiss eləyim özümü, tanınmış olum. Hərənin hədəfi fərqlidir və həmin bir texnika sizin istənilən bir məqsədiniz üçün özünüzü yenidən proqramlamağınızı təmin eləyir. Bundan əmin ola bilərsiniz. Məsələn, mən onu bir texnikanı yazmışam özüm üçün və şəxsən mən özüm düşünürəm ki, ondan istifadə edəcəm özümdə. Çünki dediyim kimi də hər hansı bir kiçik ya da böyük hədəfim olanda özümü yenidən proqramlamağım üçün bu çox önəmlidir. Eynən də sizin üçün. Deyək ki, istəyirsiniz ki, bu il səyahət edəsiniz ya da maşın alasınız, evinizi dəyişəsiniz, qazancınızı artırasınız, hərə özünə uyğun, səhifə açasınız ya da tədbirə gedəsiniz harasa, kimdənsə tanış olasınız, münasibət qurasınız, evlənəsiniz. Fərqi yoxdur. Sadəcə olaraq həmin texnikanı əldə edirsiniz və həmin texnikanı dinləyərək siz zaten şuuraltınız özü proqramlanacaq. Siz sadəcə dinləyirsiniz və daha sonra nə eləməli olduğunuzu zaten biləcəksiniz. Mən onu təqdim edəndə bunlar haqqında da məlumat verəcəm. O öz yerində, narahat olmayın. Burada yəni sehirli çubuq da yoxdur, onu da qeyd edeyim. Burada yalan vəd, sehirli çubuq, nəsə belə bir şeylər yoxdur. Mistika yoxdur. Hər şey realdır. Proqramlama yəni elmi bir şeydir. Özünüz də araşdıra bilərsiniz. ChatGPT-dən soruşa bilərsiniz. Ya da Google-dan araşdıra bilərsiniz. Fərqi yoxdur. İllərdir, hətta bəlkə əsrlərdir bu davam edən bir şeydir. İnsanlar şuuraltılarını yenidən proqramlayaraq həyat ssenarilərini dəyişdirirlər. Bir nümunə də mənəm. Çünki uşaqlıqda utancaq biri idim. Ən sadə nümunə deyirəm yine bugün. Amma hal-hazırda bugün sizə çəkinmədən fikirlərimi bölüşə bilirəm. Görünməkdən qorxmuram. Ya da əvvəllər məktəbdə heç də xoşuma gəlməyən davranışlar görürdüm. Sinif yoldaşlarımdan zəhləm gedirdi. Amma hal-hazırda təlimlərdə özünü inkişaf elətdirən yeni insanlarla çevrələnmişəm. Onlarla ünsiyyətdəyəm. Yəni zəngin çevrə qurmuşam. Ən azından mənim üçün bu belədir. Ya da uşaqlıqda kasıb bir ailədə böyümüşdüm, amma hal-hazırda yəni qısacası belə deyim, ən gəlirli sahələrdən birində çalışıram. Yəni uşaqlıqdan həyatımı necə quracağıma mane deyil. Çünki şuuraltı ilə işləyirəm. Əgər şuuraltı ilə işləməsəydim, bu texnikaları eləməsəydim, bu mümkün olmayacaqdı. Gəlin bunu qəbul edək. Ona görə də hal-hazırda hansı məqsədiniz, hansı istəyiniz varsa, kiçik ya da böyük. Onun üçün sadəcə lazım olan şey sizin üçün, konkret deyirəm. Həmin texnikanı dinləmək, hansı ki, necə əldə ediləcəyinizi də bölüşəcəm birazdan. Çox da əl çatandır. İstəyirəm ki, daha çox insan faydalansın, çoxlu nəticələrinizi görmək istəyirəm. Ona görə də bu fürsəti qaçırmayın. Həmin texnikanı dinləyərkən siz zaten həmin o döngüdən çıxacaqsınız. Təkrar duyğuların döngüsündən çıxacaqsınız və özünüzə daxildən icazə verə biləcəksiniz ki, istədiyiniz həyatı yaşayasınız. İstədiyiniz həmin o hədəfə, məqsədə çatasınız. Nədirsə də fərqi yoxdur. Yəni bu şəkildə. Bununla bağlı deyəcəklərim bu qədərdir. Düzdür, bugün mövzumuz pul idi. Chat qrupu əslində elə buradaca yaza bilirsiniz. Yəni Ətlə xanım ayrılıb. İndi suallarınız var. Mən çox danışdım. İstəyirəm biraz fasilə verim. Sizin suallarınızı oxuyum ya da fikirlərinizi oxuyum ki, nə düşünürsünüz, nə qərar verirsiniz. İndi tam da bu yerdə istəyirəm ki, sizinlə bir link paylaşım. Hansı ki, sadəcə həmin linkə keçid eləyərək siz indi öyrənəcəksiniz. Yəqin düşünürsünüz də,
yaxşı, bu texnika hardadır, necə bir texnikadır, necə əldə edə bilərəm? Bunun üçün mən sizə bir link hazırlamışam, elə indicə, yəni bugün hazırlamışam. Çox həvəsli bir şəkildə hazırladım həmin məlumat linkini. Siz sadəcə həmin bircə dəqiqə platformaya keçirsiniz və məlumatla tanış olursunuz, texnikanı da əldə edə bilirsiniz. Belə bir texnika, indi artıq bir saatdır danışırıq da, təcrübələrindən danışdım, necə işlədiyindən danışdım, nəticələrdən danışdım. Belə bir texnikanı nə mən bu qiymətə görməmişəm, nə mən bu qiymətə əldə etməmişəm. Kiçik bir məbləğdə olmamışdı bu. Mən çox davamlı işləmişdim bunun üzərində. Bir çox seanslar almışdım. Təsəvvür edin də, məyusluq, yetərsizlik, bacarıqsızlıq, uğursuzluq, bu kimi 1000 dənə emosiya bayaqdan saydım. Təşviş. Təşviş də biraz fərqlidir, amma yenə də. Bu qədər emosiyaları ayrı-ayrı işləmək üçün mən nə qədər seanslar almışam. Burada bir xanım zaten mənim həmkarımdır, o da bilir. Yəni davamlı necə özlərimizdə işlədiyimizi o da bilir. Yəni ona görə və hər birinə nə qədər zamanım gedib, artıq 2 ilə yaxındakı terapiyalardayam, şəxsi inkişafla məşğulam, təlimlərə qatılıram, şüuraltı ilə işləyirəm, texnikalar eləyirəm, yəni bunları eləyirəm. Bugün dediklərimi, hansı ki, bayaq sizə nümunəsini verdim və təsəvvür edin, mənim üçün bu qədər zaman sərf eləmiş ola bilərəm, çox zamanım gedib, daha çox məbləğlər xərcləmişəm, amma bunun üçün bunu daha əlçatan, daha sərfəli şəkildə təqdim edirəm. Yəni siz yorulmayasınız, çox zamanınız getməsin, çox məbləğiniz getməsin. Bunu düşündüm ki, niyə də belə olmasın? Sizə rahat da eləmək olar. Həqiqətən olar. Həmin bir texnika ilə siz müxtəlif duyğuları işləyib oradan çıxa bilərsiniz. Müxtəlif məqsədləriniz üçün özünüzü yenidən proqramlaya bilərsiniz çox rahatlıqla. Yəni, həqiqətən tətbiq edən insanlar üçün mən bunu əminliklə deyə bilərəm. Amma heç kimə qarantiya vermirəm təbii ki. Mən bilə bilmərəm ki, siz həmin texnikanı əldə eləyəndən sonra neçə dəfə tətbiq eləyəcəksiniz, necə dinləyəcəksiniz. Dinləyəndən sonra bəlkə heç nə işlədiyinizi bəlkə bilmirsiniz məsələndə. Ona görə də mən heç kimə qarantiya vermirəm, amma sadəcə olaraq öz təcrübəmdən yola çıxdığımı, hansı A nöqtəsindən hansı B nöqtəsinə sizi aparacağını əminliklə deyə bilərəm. Ona görə də ən azından elə indi bu sayta keçid edin. Baxın, burada linki paylaşmışam. Bura keçid edirsiniz. Hətta mən istəyirəm burada görüntü paylaşım. Çünki sonradan da paylaşacağım bu videonu. Oradan sizlərə də göstərmiş olum ki, söhbət nədən gedir. Bu arada mən texnikadan danışdım, amma əsas bir şey deməmişəm. Mən bu ay yeni bir marafon keçirəcəm. Söhbət tam da bu marafondan gedir. Hansı ki, bu texnikanı əldə edəcəksiniz. Hansı texnika ki, hal-hazırda mən danışmışdım. Deməli, mən burada sualı oxuyum, sonra. Çox təşəkkür edirəm. Təşəkkür edirəm. Çoxdan da belə bir webinar keçirmək istəyirdim. Amma bugün belə olacağını planlamamışdım. Sadəcə pozitiv bir enerji yansıtacaq. Hətta belə bir şey deyim. Başlamazdan əvvəl biraz tərəddüd edirdim. Deyirdim, yox, bugün enerjim yoxdur deyəsən. Səhərdən enerjim yaxşı idi, amma son dəqiqələrdə belə bir düşüncə gəldi. Amma başlayandan sonra, sizlərin aktivliyini görəndən sonra həvəsim artdı. Hal-hazırda yenə də danışmağa davam edirəm. Həvəsim çoxdur, yəni. Ona görə də gəlin sizə buradan saytı da göstərim. Yəni mütləq hal-hazırda məni dinləyirsiniz. Baxın, məni baxırsınız, dinləyirsiniz. Bu bir təsadüf deyil. Bu sadəcə olaraq motivasiya konuşması deyildi sizin üçün. Bu sizin üçün bir işarədir ki, artıq özlərinizi işləməyə başlayasınız. Yəni bu daş daşımaq deyil, ya da nə bilim, milyonlar xərcləmək deyil hal-hazırda, aylarınızı sərf eləmək deyil. Mən sizin üçün bir neçə gün davam edəcək, yəni 3 gün nəzərdə tutmuşam. 3 günlük bir marafon hazırlamışam. Burada sizə 2 texnika təqdim edəcəm. Hansı ki, mən bugün zaten bu texnikalar haqqında danışdım.
Nələr dəyişdi həmin texnika sayəsində? Siz nələr dəyişə bilərsiniz, nələr əldə edə bilərsiniz? Hər birini izah elədim. Burada zaten yenə suallarınız olsa cavablamaq hazıram. Və bu özü onu göstərir ki, siz artıq həmin marafona qoşulmalısınız. Çünki çox sərfəli, çox qısa müddətdə dəyişim yaşayacağınız bir marafondur. Və mən ora ürəyimi qoymuşam. Həmin o texnikanı çox sevə-sevə yazmışam. Zaten hər şeyə həmin o sevgini qatıram. Amma yenə də bunu da vurğulamaq istəyirəm. Deməli, mən sizə burada önəmli bir şey göstərim. Ekran paylaşımı görünür. Məncə görünməlidir hal-hazırda. Zəhmət olmasa yazarsınız dirək bölməsində. Qısaca plus da yaza bilərsiniz. Mən biləcəm ki, ekran paylaşımı görünür. Yəni hal-hazırda chat bölməsi görünməlidir. Biz əsas mənə bildiriş gələcək yəqin ki, mən də saytı açım. Belə bir şey var, bir də onu deyim. Düzdür, yəni sadə bir mövzudur, amma belə bir şey demək istəyirəm. Bu ekranı necəsə tərsinə çevirin. Bəli, görünür, tamam. Təşəkkür edirəm. Bircə dəqiqə burada ekranı çevirim ki, daha yaxşı görünsün. Hə, mən bilirsiniz də burada gördünüz ki, 2 dəfə webinar keçməyə tutdum, amma nəsə bir şeylər oldu, yəni texniki səbəblər falan alına bilmədi. Həmin günlərdə mən çox gözəl bəzənmişdim, hazırlanmışdım. Yəni tamamilə bütün gün fokuslanmışdım ki, mən bugün webinar keçirəcəm. Amma 2-3 dəfə belə bir şey oldu ki, alınmadı. Amma bugün biraz daha relaks oldum, dedim, eybi yox da. Hətta onu da deyim ki, son 20 dəqiqə qalanda mən hazırlaşmışam bugün webinar üçün. Deməli. Və amma görürsünüz ki, nəysə mükəmməl eləməyə çalışmaqla deyil heç nə. Mən mükəmməl eləməyə çalışanda, ideallaşdıranda, ay saçım belə gözəl olsun, ortamı belə hazırlayım, pomada sürtüm, belə şeylərə çox zaman sərf eləmişdim. Yenə də bunu çözməyə çalışıram, nəyə görə belə olur. Amma yenə də bundan dərs çıxartdım ki, mükəmməl eləməyə çalışdıqca öz uğurumuzu özümüz gecikdiririk, çətinləşdiririk öz işimizi. Çünki enerji gedir. Hal-hazırda biraz daha sadə bir şəkildə qarşınızdayam. Amma əsas olan odur ki, sizinlə dəyərli bir zaman keçirmiş olduq. Hal-hazırda da enerjim yenə də davam edir. Enerji eləyəndə, yəni bunu demək istəyirəm. Danışmağa həvəsim azalmayıb və bir texniki problem də yaranmadı. Çox gözəl də irəliləyirik. Sayımız az olmağına baxmayaraq belə yenə də hər şey qaydasındadır. Deməli, indi isə gəlin burada saytda məlumatla tanış olaq qısaca. Çox sevirəm də mən bu saytı necə gözəl estetik sayda alınıb. Məqsədə doğru. Deməli, sizin çoxlu arzularınız, məqsədləriniz var, amma bəzən bunlara çatmaq sizə çox uzun və uzaq və çətin görünür. Çünki bəlkə də bunun üçün cəhd edirsiniz, nəsə çalışırsınız, əmək verirsiniz, amma yenə də elə bir durum yaranır ki, məyus olursunuz. Nəsə uğursuzluq baş verir. Bəzən də bunu bacarmış insanları görəndə özünüzü bacarırsınız, yuxusuna düşə bilərsiniz. Hamısından mən də keçmişəm, bayaq zaten danışdım. Ona görə sizi çox yaxşı anlayıram. Mən də ta ki bunun səbəbini anlayana qədər eyni döngülərdə idim də. İndi düşünə bilərsiniz ki, bəs bunun səbəbi nədir? Biz bunun səbəbindən zaten danışdıq. Yenə eyni şeyi təkrarlamaq istəmirəm. Bilirişlər. Əgər bu mətndə özünü gördünsə, deməli dəyişmək üçün doğru yerdəsən. Aha, yəni bunu oxudum səsli şəkildə. Çünki indiyə qədər, bugünə qədər mən 100-ə yaxın müştəri ilə çalışmışam. Bir çox nəticələrimiz də var. Kanalda zaten davamlı paylaşıram. Və bütün bu təcrübələrə əsasən, həm də özümün keçdiyim yola əsasən, hansı ki, bugün sizə zaten danışdım, bunları qataraq sizin üçün iki texnika hazırlamışam. Hansı ki, gəlin baxaq, necə bir texnikadır. Bu texnikanı elədikdən sonra konkret burasını screen alın hətta.
Aha, indi açdım. Bəs səs bayaqdan bağlanmışdı. Mən saytda danışanda səs gəlirdi, yoxsa necə? Zəhmət olmasa onu da deyərdiniz. Mən ekran görüntüsünü açanda çünki danışırdım orada. Ümid edirəm ki, o eşidilirdi. Çox qəribədir. Tamam. Yəqin ki, ekran paylaşımı eləyəndə özü bağlanır. Bir dəfə də yoxlayaq. Bu arada bu yaxınlarda yəni bir neçə dəqiqəyə sonlandıracağım. Sadəcə bunu da yoxlayaq görək. Ekran görüntüsü eləyəndə bir dənə mənə yəni yazarsınız. Mən indi danışacağım. Səs gəlir yoxsa yox deyə. Sayfa daxil olum. Hal-hazırda da səs açıqdır. Siz yazarsınız, mən orada görəcəm. Bəs indi səs gəlir. Sayta daxil oluram. Mənki yaxşıdır da səs gəlir. Tamam, çox təşəkkür edirəm. İndi o zaman başlayıram yenə danışmağa. Məqsədə doğru proqramı hazırlamışam sizin üçün. Hansı ki, gəlin burada baxaq nələr danışmışam. Sizin çoxlu arzularınız var, məqsədləriniz var. Amma bəzən bunlar sizə çox uzaq və çətin görünür. Sanki mümkünsüz kimi görünə bilir ki, necə gerçəkləşəcək, necə olacaq. Hətta ola bilər kimdəsə görürsünüz bunu, amma yenə də içinizə belə bir hiss yaranır. Bəlkə bacarmaram deyə düşünürsünüz. Çünki bəzən də bu məqsədlər üçün cəhd edirsiniz, çalışırsınız, amma yenə də alınmır və məyus olursunuz. Yenə düşünürsünüz, yox da yenə alınmadı, yenə məyus oldum. Adicə mən webinar keçə bilməyəndə belə məyus olmuşdum. Bu yaxınlarda bunu da paylaşmışdım. Ta ki bu texnikanı eləyənə qədər yəni. Bəlkə bəzən də uğurlu insanları izləyib, daxildə özünüzü yetərsiz və bacarıqsız. O bacardı, amma mən bəlkə bacarmaram. Ya da onun bəxti gətirib, onun şansı var, mənim şansım yoxdur. Hansı ki, bu duyğuları əvvəllər mən də bir döngü kimi yaşayırdım. Davamlı bu duyğulara düşürdüm. Bayaq da demişdim. Seanslarda təkrar çıxırdı bu duyğular. Ta ki, bunun səbəbini anlayana qədər. Səbəbindən zaten bayaq danışmışdıq. Mən bunu öyrəndikdən sonra artıq məqsədlərə yanaşmam dəyişdi və nəticələrim dəyişməyə başladı. Yəni, məqsədlərim gerçəkləşməyə başladı. Bundan sonra da bilirəm ki, istənilən bir, istəyirsinizsə vision board hazırlamış olun. Amma bu nüanslar, bu duyğuları işləmək mütləqdir, hava su qədər lazımdır. Hansı ki, bu haqda çox insan zaten danışmır. Mən bir dəfə bu haqda eşitdim. Bir dəfə seansda bunun fərqinə vardım. Sonra mən dedim ki, yox, bu şedevrdir mənə görə. Ona görə də sizə çox önəmli bir məlumat təqdim edirəm hal-hazırda. İndiyə qədər də 100-dən çox ilə işləmişəm. Yəni seanslar, təlimlərdə də həmçinin və bu təcrübələrə, öz təcrübələrimə də əsasən sizlərə tam da bu döngülərdən çıxmaq üçün artıq davamlı məyusluq, bacarıqsızlıq bu hisslərdə qalmamağınız üçün ya da uğursuzluq düşüncəsində qalmamağınız üçün iki texnika hazırladım daha doğrusu və sizə onları təqdim edirəm ki, artıq siz də məqsədlərinizə çata biləsiniz. Mənə olar deyə biləsiniz. Baxın, bu texnikanı elədikdən sonra yenə alınmadı döngüsü bitir. Artıq sonlanır. Bax, yenə alınmadı, yenə olmadı. Bu duyğulardan çıxırsınız. Çünki bundan sonra alınmayacaq deməklə olmur. Şuuraltıda biz həmin texnika ilə özümüzə proqramladıqdan sonra isə həqiqətən dəyişməyə başlayır. Və özünüzə mənə də olar deyə biləcəksiniz. Deyək ki, görürsünüz ki, kimdəsə nəsə alınıb da, deyək ki, kimsə maşını var. Ya da kimsə 4 rəqəmli, 5 rəqəmli qazanclar qazanır. Zaten var belə insanlar çoxdur. Deyə biləcəksiniz ki, mənə də olar, mən də eləyə bilərəm bunu. Bu stimulu tapacaqsınız özünüzdə. Və bu öz-özümüzə eləyə biləcəyimiz bir şey deyil. Texnika buna çox yaxşı kömək edir və məqsədlərinizə daha aydın baxa biləcəksiniz ki, bundan sonra necə gerçəkləşdirə bilərəm bunu. Çünki indiyə qədər bizə uzaq görünürdü məqsədlər, amma bundan sonra belə olmayacaq. Və bu duyğuları ayrı-ayrı seanslarda işləmək daha çox vaxt və daha çox pul aparır təbii ki. Mən özüm, bayaq da danışırdım, sadəcə yarımçıq qalmışdı. Mən özüm
aylarımı sərf eləmişəm sırf bu duyğuları tək-tək işləmək üçün. Hər dəfə seanslarda məyusluq çıxırdı, bacarıqsızlıq çıxırdı, bir də çıxırdı nə isə qaçırmaq, itirmək qorxusu, belə bir duyğuları tez-tez işləyirdim. Amma yenə də təkrarlanırdı. Həmin o dediyim tədbir olayında da, tədbirə gedə bilməyəndə də eyni duyğuları yaşamışdım. Ta ki bu texnikanı eləyənə qədər. Buna görə də sizi də bu marafonu hazırladım ki, siz də daha qısa müddətdə artıq bunu daha sərfəli bir şəkildə də dəyişə biləsiniz. Yəni milyon dənə seans almağınıza ehtiyac olmayandan sonra bir ay boyunca sizdə qalacaq. İstəsəz təkrarlaya biləcəksiniz. Amma onu da deyim ki, təkrar eləməyə də ehtiyac olmur. Hər dəfə bir məqsəd üçün eləməyiniz kifayətdir. Ayda bir dəfə ola bilər, ildə bir dəfə ola bilər. Bu sizə görə qalan bir şeydir. Bəs qiyməti, ödənişi isə 25 deyil, cəmi 15 azayın. Düşünün, heç kofe qiyməti belə deyil. Çox cüzi bir qiymətə. Belə dəyərli bir texnikanı bir ay boyunca əldə edirsiniz, istifadə edirsiniz. Hətta suallarınız olsa soruşa da bilərsiniz. Belə bir şərait yaradacağam. 2 texnika əldə edirsiniz, əlavə olaraq sual-cavab əldə edirsiniz məndən. Yəni həmin texnikalar zaten nəyə desəz dəyər. İstənilən bir məqsədinizi gerçəkləşdirə bilməyiniz üçün sizə mane olan bütün maneələri aradan qaldırmağınız üçün bir yəni qızıldır da əlinizdəki. Ona görə də indi düşünə bilərsiniz, bəs niyə belə ucuzdur? Çünki istəyirəm ki, bu texnikadan daha çox insan faydalansın, daha çox nəticələrinizi görüm, geri dönüşlərinizi görüm. Yəni siz sevinin, mən də sevinim belə bir şey. Ona görə də bu şəkildə təqdim edirəm. Ona görə də bu fürsəti qaçırmaq olmaz. Çünki bu qiymət sadəcə fevralın 15-nə qədər keçərlidir. Yəni 15 gün, 14 gün hətta qalıb. Bugün artıq sonlandırdık günümüzü. Demək olar ki, 1 saat 20 dəqiqə qalıb, 22 dəqiqə. Və ondan sonra bir də bu qiymətə olmayacaq. Daha sonra artacaq 25 azin, daha sonra 50 azin. Yəni zamanla həmin tələbi alacaq. Səs indi bağlandı, yoxsa necə? Son anda bağlandı. Yəni bayaqdan saytda danışanda səs gəlirdi. Deyirəm ki, gəlirdi. Çox sağ olun. Deməli, mən saytda danışdıqlarım, amma saytla bağlı məlumat. Ekran görüntüsünü bağlayayım. Bircə dəqiqə, mən saytı paylaşanda görünmürdü. Ekran görüntüsü yox imiş. Amma eybi yox, əsas odu danışdım. Bəs görüntü? Deməli var idi. Tamam, aydındır. İndi suallarınız var. Nə maraqlıdır ümumiyyətlə sizə, nədən danışaq? Danışaq yoxsa sonlandıraq? Gedək. Boğazım qurudu. Amma çox həvəsliyəm danışmağa. Kəmiyyət yox, keyfiyyət önəmlidir həqiqətən də. Sərhədlər. Sərhədlər çox geniş bir mövzudur, amma atıldı, sizi də salamlayıram, xoş gəldiniz. Bu webinarı mütləq təkrar izləyərsiniz. Eynən Günel xanım sizdə. Çünki biraz daha sonra qatılmışsınız, amma biz yəni bayağı danışmışıq. Çox maraqlı söhbətlər olmuşdu əvvəldə də. Necə deyirlər, kusuruma baxmayın, mənim boğazım biraz quruyub deyə düşünürəm, yaxşı təsir edəcək. İndi sualınız varsa, nəsə bir şey maraqlandırırsa sizi,
Marafonla bağlı ya da bugün danışdığımız mövzu ilə bağlı, mənimlə bağlı, özünüzlə bağlı hər şeyi soruşa bilərsiniz. Bir neçə dəqiqə danışaq, sonra sonlandırmağı da düşünürəm. Hı hı. Kaydı dayandırım deyə düşünürəm. 1 saat 17 dəqiqə kayd elədim demək.